Selamun Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Elhamdülillahi Rabbil Alemin ve la akıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed khayri halqi Rabbil Alemin ve ala alihi ve azvacihi ve ashabihi gurrul meyamin ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Allahümme ahricna min zulumatil vehm ve ekrimna bi nuril fehm ve aftah aleyna bi ma'rifetil ilmi ve sahhil ahlagana bil hilm. وَجَعَلْنَا مِمَّنْ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ اللهم لا سهل إلا ما جعلته سهلا وإن شئت جعلت حزن سهلا بقدرتك أرحم الراحمين اللهم أرنا الحق حقا وارزقنا اتباعه وأرنا الباطل باطلا وارزقنا اجتنابه اللهم ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي أما بعد أزدر Əqaidü Tahaviyyə risaləsini oxumağa davam edirik. Keçən dərsdə qaldığımız yerdən başlayırıq Allahın yardımından. Və qalə imam, Əl-İman bil-mələikə və-nəbiyyinə vəl-kutubus səməviyyə. Yəni, növbəti bölgünün adı mələklərin, peyğəmbərlərin və səmavi kitabların haqqında, yəni bunlara iman etmək bölgüsü. Allahın, peyğəmbərlərin və mələklərin imanın əsasları olduğunu bilmişdik. İndi burada xüsusi olaraq buyurur. Əl-İman, iman etmək, bil-mələikə, mələklərə, və-nəbiyyin, peyğəmbərlərə, vəl-kutubus səməviyyə və səmavi kitablara. Ən-nəbiyyin vəl-mələikə vəl-kutub səməviyyə əzdər. Keçən İmam Əbu Hənifənin Fıqh Əşbərini oxuyanda geniş-geniş danışmışdıq. Sadəcə burada biraz təfsilatlı yox, qısa olaraq deyəcək. Dedik ki, Allah Subhanahu Taala'nın məxluqatı arasında bizim görmədiyimiz mələk adlanan bir varlıqlar da var. Bu mələklər Allahdan əmir alan məxluqlardılar, nurdan yaradılıblar və onlar günah işləməz, xəta eləməz, yeməz, içməz, evlənməz, sırf Allahın əmrini icra eləyən varlıqlardılar. Və bu mələklərin sayını Allahdan başqası bilməz. Quran-ı Kərimdə ayədə keçir ki, وَمَا يَعْلَمُ جُنُودَ رَبُّكَ إِلَّا هُ Allahın əskərlərini, öz mələklərini cünud deyir, qoşun deyir Allah Subhanahu Taala. Allahdan başqası bilməz. Sadəcə bizim bildiyimiz, bizə öyrədilən, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən gətirilən, bizə deyilənlər müəyyən mələklərdir ki, bunların varlığına və bunlardan başqasının da varlığına inanırıq. Mələklərin 4-ü əsas mələkdir. 4 əsas mələk var. Cəbrail baş mələkdir. Allah Subhanahu Taala ilə qulları, peyğəmbərləri arasında vəhiy mələyidir. Allahın əmrlərini, vəhiylərini insanlara gətirər. İsrafil əleyhissalam kainatın, varlığın idarəsindən məşğuldur. Mikail əleyhissalam, səhv dedim, İsrafil əleyhissalam qiyamət günündə surun üfürülməsindən məsuldur. Mikail əleyhissalam kainatın idarəsindən məşğuldur. Əzrail əleyhissalam, buna mələkül mövt deyirik, ölüm mələyi. Bu da ruhların qəbz olunmasından müvəkkil cavabdeh mələkdir. Bunlardan əlavə əzdər, kiramən katibin deyilən mələklər var. Bunları 2 mələkdir, sağda və solda. Hər bir insanın sağ çinində və sol çinində oturan 2 mələk, sağ çinində oturan savab əməlləri yazar, sol çinində oturan günah əməlləri yazar. Bundan sonra əzdər, digər mələklər də var. Məsələn, cəhənnəmin yandırılması, qıcışdırılması, alovun yəni alışması, qıcışması üçün təyin olunmuş mələk adı Malikdir. Cənnətin xidmətçisi, cənnətin yəni idarəsinə belə deyək, baxan mələyin adı Rizvandır. Və bundan başqa da mələklər vardır ki, onların sayını Allahdan başqası bilməz. Bütün bunların hamısının var olduğuna inanırıq, iman gətiririk və əqidəmiz, etiqadımız budur ki, bu mələklər günah işləməzlər. Sadəcə Allahın əmrini yerinə yetirərlər. وَالنَّبِيِّينَ və peyğəmbərlərə iman. Peyğəmbər məsələsində yenə izah eləmək ki, dərsdə, əvvəlki kitabda, peyğəmbərlər kimdir, rəsullar kimdir, nəbi kimdir, rəsul kimdir? Dedik ki, hər bir peyğəmbər, hər bir nəbi rəsuldur, amma hər bir nəbi, hər bir rəsul nəbidir, amma hər bir nəbi rəsul deyildir. Yəni, peyğəmbərlərin hamısına nəbi deyə bilirik. Amma
Resulullah deyə bilmirik. Hər peyğəmbərə Resul deyilməz. Və bunu da deyirik ki, əsas Resullar şəriət gətirmiş, yəni şəriəti olan peyğəmbərlərə deyilər. Resullar bunlardır. Ulul əzm də deyərlər bunlardan. Əsas 6-sını və bəzi rəvayətlərdə də 5-ini xatırladırıq. Birinci Nuh əleyhissalam, Resulların əvvəlincisi, sonra İbrahim, sonra Musa, sonra İsa, sonra sonuncu da Məhəmməd Mustafa sallallahu aleyhi və səlləmdir. Bundan başqa da peyğəmbər, Resul adlanan peyğəmbərlər vardır. Sadəcə bu 5-nin şəriəti olub əsas. Ona görə bunlar əsas ulul əzm, böyük peyğəmbərlərdirlər. Və peyğəmbərlərin günah eləmədiyi, məsum olduğu da etiqadımız içərisindədir və bunların gətirdiklərinin haqq olduğunda inanırıq. İnşallah imam bunu deyəcək. Mən ümumi məlumat verirəm. Vəl kutubu səməviyyə. Burada birinci əlif var əzlər. İmam rəhməhullah niyə əl-kutubu səmaviyyə? Niyə səmavi kitab deyir? Kutubu səmaviyyə deyir. Səmavi kitab deməkdəki hikmət nədir? Çünki bildiyimiz üzrə sumuv ucalıq deməkdir. Ərəb dilində sumuv, səmə ucalıq deməkdir. Əgər bugünkü fizika ilminə, astronomiya ilminə görə baxsaq, Afrikanın o dediyimiz qitə bizim aşağımızdadır. Bizdən aşağıdır. Amma o mənada yox, ucalıq mənasında sumuv, yəni özündən uca olan. Quran-ı Kərimində səmanın üstündən 7 qat yer səmasının və göy səmasının və 7 qat səmanın üzərindən vəhy olaraq gəlməsi, ona görə bu kitablara səmavi kitablar deyirik. Səmavi kitablar 4'tür. Yəni vəhiy üzrə gəlmiş olan kitablar 4'tür. Bunlar hansılardır? Birincisi Tövrat, sonra Zəbur, sonra İncil, sonra da Quran. Bu 4 kitabdır. Bundan əlavə də dedik ki, keçən dərslərimizdə bunu demişik, 100 dənə də səhifə var, o da digər peyğəmbərlərə səhifə olaraq gəlibdir. Səmavi kitab dediyimiz, imamın səmavi kitab deməsindən bir şeyi vurğulamaq istəyir ki, yer üzərində insanların şəriət olaraq yazdıqları kitablar nədir? Heç bir üzündən, heç bir vəçindən məqbul deyildir, onlara ilahi kitab, din kitabı deyilməz. Məsələn, var, Hindlərin kitabları var, bilirsiniz, ən müxtəlif. Məsələn, Zərdüştlilərin kitabı var. Bu kitablara səmavi kitab demirik. Niyə? Çünki bu insan təxəyyülünün məhsuludur. Və bundan sonra imam həmən o bəhsə girir. Yəni, bu mənim dediyim sadəcə bir giriş idi. وَنَقُولُ إِنَّ اللّٰهَ اِتَّخَزَ إِبْرَاهِيمَ خَلِيلًا وَكَلَّمَ مُوسَ تَكْلِيمًا İmanen ve təsdiqan ve təslimə. Biz deyirik ki, bax, nə deyir? Mələklərdən danışmır. Birbaşa başlayır peyğəmbərlərdən. Deyirik ki, həqiqətən də Allah subhanahu wa ta'ala İbrahimi xəlil seçdi. İttəxəzə İbrahimə xəlilə. Xəlil sözünün mənası əzdər, bir var dost. Bir də var dostlar arasından seçilib qəlbə yaxın tutulmuş dost. Dostlar arasından seçilib qəlbə yaxın tutulmuş dost. İbrahim əleyhissalam Rəsullahlar, yəni Rəsullar arasından, Rəsulun hamısı Allah subhanahu ta'alanın nədir? Dostudur, vəlisidir, sevimlisidir. Amma İbrahim əleyhissalam onların arasından xüsusi olaraq seçilmişdir. Ona görə nə deyirik ona? Xəlilullah. Əv Xəlilur Rahman. Və kəlləməllah Musa təklimə. Və Musa əleyhissalamı Allah kəlamla danışdı, söhbətləşdi. Allah subhanahu ta'ala ilə Musa aleyhissalam arasında vasitəsiz olaraq kəlamlaşma oldu, söhbət oldu. Bu, hər bir peyğəmbərin özəlliyini vurğuluyur. Ondan sonra imanən, buna biz iman edirik. Və təsdiqan, təsdiq edirik. Və təslimən, və təslim oluruq. Nə üçün imam bunun üçün də dalbadal xatırladır? İmanən, təsdiqən və təslimən. İman nə işidir dedik? Qəlbin işidir, şuurun işidir. Bunu əvvəl dərslərimizdə izah eləmişik. İman qəlbin işidir. Təsdiq o qəlbin işini dildə söyləməkdir, iqrar eləmək deməkdir. O qəlbdə olan işi qəbul eləmək, onun doğru olduğunu etiqat eləmək, onu doğru olaraq saymaqdır. Təslimən əzdər, imamın bu sözü çox incə bir sözdür, yerində bir sözdür. Təslimən qəlbə gələcək hər hansı bir vəsvəsəni rədd eləyib,
Qəlbə gələcək hər hansı bir şübhəni, hər hansı bir qara fikri, hər hansı bir ziddiyyəti olacaq fikri rədd eləyib, uzaqlaşdırıb təslim olmaqdır. Yəni, onu qurcalamamaq adında. Ondan sonra buyurur. وَنُؤْمِنُ بِالْمَلَائِكَةِ وَالنَّبِيِّينَ وَالْكُتُبِ الْمُنَزَّلَةِ عَلَى الْمُرْسَلِينَ. Bu əsasə görə də mələklərə, peyğəmbərlərə və nazil olmuş kitablara iman edirik, inanırıq. Və nuşhidu və şahidlik edirik ki, ennəhum kənu aləl haqqil mubin. Və şahidlik edirik ki, onların hamısı açıq-aşkar bəyan olunmuş, izah olunmuş, ortaya sərilmiş haqq üzrə idilər. Peyğəmbərləri qəbul edirik, iman edirik, elhamdülillah. Burada bir etirazımız yoxdur. Bəs nəyə görə imam deyir ki, və nuşhidu ennəhum kənu aləl haqqil mubin. Nə üçün deyirik ki, biz şahidlik edirik ki, peyğəmbərlərin hamısı bəyan olunmuş, açıq, aydın, haqq üzrə idilər. Bunu niyə deyirik? Çünki Musa aleyhissalam haqqında dedilər ki, Harunu Musa öldürdü. Öz qardaşını. İsa aleyhissalam haqqında dedilər ki, Allahın oğludur, haşa subhanahu ta'ala. Süleyman aleyhissalam haqqında dedilər ki, cadükərdir. Baxın, bu ittihamlar olunandan sonra, bu ittihamlar qəbul olunsa, onların haqq üzrə olduğunu söyləmək mümkündürmü? Nətər ola bilər ki, bir insan cadükün olsun, bir insan cinlərlə əlaqədə qurmuş olsun, əlaqə saxlamış olsun və cinlərlə əlaqəsi olan bir insanın haqq üzrə olması qəbul olunurmu? Olmaz. Buna görə o kimi şeyləri asmaq üçün, o kimi şeyləri qəbul eləməmək üçün biz nə deyirik? Şahidlik eləyirik ki, hər biri o deyilən böhtanlardan bəridir, uzaqdır və hər biri haqq üzrədir. Elədikləri heç bir şey səbəbsiz deyil və heç bir şey batil deyil. Məsələ budur. وَنُسَمِّي أَهْلَ قِبْلَتَنَا musliminə müminin və qiblə əhlimizi müsəlmanlar və möminlər adlandırırıq. Müsəlmanlar və möminlər adlandırırıq. Kimi? Qiblə əhlimizi. Bu çox önəmlidir. Bu çox önəmlidir. Qiblə əhlini müsəlmanlar və möminlər adlandırırıq. Bəlamızdır, bugünkü bəlamızdır. Bugünkü müsibətimizdir. Bugünkü İslam ümmətinin ən qorxunc fitnəsidir. Nədir o qorxunc fitnə? Mənim cəmatımdan döysənsə, kafirdir. Mənim kimi düşünmərsənsə, bidətçisən. Mənim kimi döysənsə, məndən döyülsən. Bu bəlalar İslam ümmətini içindən çürüdən şeylərdəndir. Amma əhl-i sünnət və cəmatın etiqadı nədir, əqidəsi nədir? Əhlə qiblətuna. Bizim bu qibləmizə yönəlib. Artıq bizi maraqlandırmaz, necə ibadət eləyir, nə iniyir, nə qarir, necə düşünür. Bizi maraqlandırmaz. Bizim bu qibləmizə yönəlib namaz qılana müsəlman deyil. Namazını necə qılacaq? Əli bağlı qılacaq, əl açıq qılacaq. Nə bilim, necə istəyir qılsın. Amma qibləmizə yönəlib namaz qılacaq. Bu namaz qılacaqsa nə deyirik? Müsəlman deyirik, mömin deyirik. Amma şərti var. Mədəmu bimə cəə bihin nəbiyyü sallallahu aleyhi və səlləm mu'tərifin. Məhəmməd sallallahu aleyhi və səlləmin gətirdiklərini etiraf eləyərsə, biri gəlib burada mehraba yönəlib ibadət eləyəcək, dəyəcək namaz qılıram, amma Məhəmmədin gətirdiyi heç bir şeyə inanmıram. Buna biz müsəlman demərik. Bir gəlib qibləmizdə dayanacaq, namaz qılacaq, ondan sonra deyəcək ki, Məhəmmədin gətirdiyi Quran haqdır, amma cənnət cəhənnəm yoxdur. Biz ona müsəlman demərik. Yəni, zahirdə qibləmizə yönəlib, etiqadında Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiklərinə iman eləyib, etiraf eləyənləri nədir? Möminlər və müsəlmanlar olaraq qəbul edirik. وَلَهُ بِكُلِّ مَا قَالَهُ وَأَخْبَرَ مُصَدِّقِينَ və Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi və xəbər verdiyi hər şeyi təsdiq eləyənlərə müsəlman deyirik, mömin deyirik. Ona görə də sizlər, baxarsınız, bəzən gəlir, sual edir ki, bir insan namaz qılmır, amma Allahı da, Peyğəmbər də, qiyaməti də, cənnəti də, cəhənnəmi də, mələkləri də, hər şeyi qəbul eləyir. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyib, deyir, başım üstə, gözüm üstə, hamısını doğru deyib.
Amma namaz qılmır. Niyə qılmırsan? Qılacaq. Və yaxud, nə bilim, öyrənə bilmirəm. Və yaxud yadımda qalmır. Ən müxtəlif bəhanələr. Müsəlmandır. Mümindir. Qardaşımızdır. Niyə? Bir, ona görə ki, bax bu dönə ən böyük imam, əhl-i sünnət və cəmaatın sələf imamlarından olan Tahavi bunu deyir. İmam Tahavi sələf alimlərindəndir. İmam Tahavi nə deyir? Qibləmizə yönəlib, Peyğəmbərin getdiklərini təsdiq elədikcə müsəlmandır, qardaşımızdır. Ondan sonra əzlər bunu bildik. Bundan sonra çox incə bir məsələyə keçir İmam Rəhməhullah. Hurmətil xavdi fi zətilləh Hurmətil xavdi fi zətilləh vəl cidəl fi dinilləh və Qur'anihi. Günümüz problemləri dəzdir. Allah subhanahu və teala'nın zatı haqqında söhbətə dalmaq. Bir, Allahın dini ətrafında cədəl eləmək, mübahisə eləmək. İki, Allahın kitabı, Qur'an ətrafında cədəl eləmək, mübahisə eləmək. Üç, hər üçü haramdır. Oldu mu? Xovd ona deyilər ki, əzizlər, bir insan fikir vermədən, tərtibinə baxmadan, işinə baxmadan özünü verər. Tərtibi nədir, sırası nədir, önü nədir, əvvəli nədir, sonu nədir, qaydası nədir, qanunu nədir, heç nəyə əhəmiyyət verməz, qiymət verməz, amma məşğul olar. Buna deyirlər xovd. Yəni, özünü tamınla qaydasız, üsulsuz, tərtibsiz vermək. Nə haqqında? Fi zətilləh, Allahın zatı haqqında. Vah, əzizlər. Mən bilmirəm, harada dəfələrlə demişəm bu sözü, bir də deməkdə fayda vardır. İmam Malik rəhməhullaha nüzul hədisi dərlər, bu saat dillərdə gəzir. Nüzul hədisini soruşdular. Ravisini soruşdu. Deyir, kim rəvayət edib bu hədisi? Dedilər ki, filan kəs. İmam Malik dedi ki, nə danışdığını bilirmi? Yəni, nə rəvayət elədiyinin fərqindədirmi? Yəni, İmam Malik buna şiddətli bir etiraz elədi. Ki, bunun ağlı, belə bir alimin gəlib bu hədisi rəvayət eləməsi, nə danışdığını bilməməsi demək İmam Malikə görə. İmam Malik Allah subhanahu wa ta'alanın zatına ait ayələri və hədisləri özü səviyyəsində, alimlər çərçivəsində, dar çərçivədə müzakirə edərdi. Geniş halqada, dərs halqasında Allah subhanahu wa ta'alanın zatı haqqında danışmağa icazə verməzdi. Niyə? Çünki ümumi insanlıq, ümumi cəmaat, böyük əksəriyyət bunu dərk eləyəcək şuurda deyil, bunu dərk eləyəcək elmdə deyil. Ona görə də oradan qaynaqlanaraq imam nədir? Allah subhanahu wa ta'ala haqqında, onun vəsfləri, onun zatı haqqında söhbətə girişmək haramdır. Halımız nədir? Ərşə istiva, nüzulayə hədisi, ondan sonra vəc hədisi, yəd hədisi, qardaşıma söyləyim, bu kimi hədislər və ayələr. Məkan, Allah subhanahu ta'alanın məkan isnad edilməsi. Mövzu bundan başqa bir şey var mı ortada? Gəlin bir Quran elmlərini öyrənək. Quranın mütəşabihi nə? Ondan sonra nasixi nədir, mənsuxu nədir, xətti nədir, qiraəti nədir, hıfzı nədir, idğamı nədir, ixfası nədir? Var mı bunun haqqında öyrənən? Eşitdinizmi? Əbədən. İkisi bir yerə gəldi mi, mövzu Allahın zatıdır. İkisi bir yerə gəldi mi, mövzu Allahın zatıdır. Bildiyi də nədir? Heç nə demirəm, heç nə bəlkə nəsə bir şey mənası olar. Heç nə də bilmir. Elə bilirsiniz, mən onu özümü bilirən sayıram deyirəm bu sözü. Mən də heç nə bilmirəm, əzizdir. Mən də heç nə bilmirəm. Amma danışaq. Ağzımız köpüklənə, onu da kafir edirik, bunu da bidətçi edirik, onu nə bilim, nə edirik? İstədiyimiz haqqında istədiyimiz fətvanı veririk. Harada, hansı mövzuda? Sələf aliminin haram elədiyi mövzuda. Bu mövzuda söz açıb danışmaq haramdır. Nə ki, müzakirə eləmək? Bunu yada salmaq haramdır. وَلَا نُمَارِ ف۪ي دِينِ اللّٰهِ Həmçinin Allah subhanahu ve ta'alanın
Allah Subhanahu wa Taala'nın dinində də göstərişə, qarışıqlığa yol vermirik. İmam bunu buyurur. وَلَا نَخُودُ فِي اللّٰهِ Allah haqqında, Allah'ın zatı haqqında söhbətə girişib özümüz ona vermirik. وَلَا نُمَارِ فِي دِينِ اللّٰهِ Allah'ın dinində də göstərişə gedib qarışıqlığa, yəni mübahisəyə girişmirik. Nədir Allah'ın dinində qarışıqlıq törətmək, münaqişə eləmək, nümarə eləmək, nədir bu? Misalı, Hənəfilər bidətçidir, Şafiilik bidətdir, məzhəb bidətdir, təriqət bidətdir. Ya bu nə bilim, ondan sonra bu belədir. Onları, o birisilər kafirdir, bu birisi müşrikdir. Ya qardaşım, olmaz. Və yaxud, bir də basın gəldi, filan yerdə filan kəs keşiş bu sözü dedi, niyə bu sözü dedi? Filan yerdə filan kəs ateist bu sözü dedi, niyə bu sözü dedi? Bu Allah'ın dinində miradır. Aidiyyəti yoxdur. Allah'ın dinini sana lazım olan miqdarda öyrən, əməl eləməyə bax. Bitti. وَلَا نُجَادِلْ فِي الْقُرْآنِ Allah. En təhlükəli nöqtələrdən biri. Qur'an ətrafında cədəl eləmirik. Nədir Qur'an ətrafında cədəl eləməyə izlər? Gənclərsiniz, ona görə bu sözü deyəcəm, hesabınızı götürün burada. Yəni, əstağfirullah, eşitdiyim sualların arasında bəlkə də siyahıya alsam neçə dəfə eşitdiyimi, yəni neçə dəfə təkrar olduğunu, siyahıya alsam, bu sualların ən çox, ən öndə gələn siyahısında birinci yeri, bilirsiniz mi, hasaya tutur? Nisa surəsinin 24-cü ayəsi. Siğa ayəsi. Birinci yerdə o gəlir. Elə gələn gəlir, bax, həqiqi sözümdür. Gələn gəlir, bir Nisa ayəsinin 24-cü ayəsi. Nisa surəsinin 24-cü ayəsi. Qardaş, çəkir, adam tanıyıram, şəxsən, bax, üzbəyüz tanıdığım adamdır. Qardaş, başqa sual soruşmur məndən. Çəkir o üzdən Nisa 24, çəkir bu üzdən. Aya, qardaş, nə qədər demək var? Cədəl bu dəzizdir. Quran ətrafında cədəl budur. Quran ətrafında cədəl budur, haramdır, haram. Səhvini təyin eləyəcəksən, deyiləni ya qəbul eləyəcəksən, ya deyilməyəcəksən, azadsan. Buradan səni heç kəs məcbur eləməz. Amma çevirib bir də soruşmaq, çevirib bir də soruşmaq olmaz. Nə qədər olacaq? İkinci ən çox soruşulan sual. Məidə surəsinin 6-cı ayəsi. Ərculikumdur mu, ərculəkumdur. Ayaqlarınızı yuyun, nəsə eləyindir. Ya qardaş, nə qədər olar? Nə qədər olar bu? Üçüncüsü, mütəşabih ayələrdən Allah qorusun, Ər-Rəhmən aləl-ərş istəvə. Allah xatasından qorusun. Rəhman ərşə istiva elədi. Ya qardaş, nə qədər soruşmaq olar? Ən qorxuncu da bilirsiniz mi hasıdır? Gedib tərcümədən 2 ayə tərcüməsi oxuyub, söhbət eləyir. Biri bir ayə oxuyur, o da qayıdır. Yox, bu ayə belə deyil, çünki o ayə bunun əksini deyir. Allah qorusun. Ən təhlükəsi Quranı Quranla vurmaqdır. Resulullah sallallahu əleyhi və səlləm bir gün məscidə girdi, səhabələr oturub söhbət eləyirlər. Biri deyir, Quranda bu deyilib, o birisi deyir, yox, bu da deyilib Quranda. Resulullah sallallahu əleyhi və səlləmin deyir, mübarək üzü nar dənələri sıxılmış və üstünə nar dənələri sıxılmış bir şeyə bənzədi. Yəni, sanki üzünə nar dənəsi qəzəb edir. Sallallahu əleyhi və səlləm qəzəblənəndə üzü qızarardı. O da necə qızardı deyir, sanki üzünə nar dənəsi sıxılsa. Və dedi ki, sizdən əvvəlləri Allahın kitabına vurmaq həlak elədi. Sizi bunun üçün mü göndərildim sizə? Quranın ayəsini Quranla vurursunuz. Əbədən, baxa, tapşırığınız olsun, qulağınızda sırğı olsun əzlər. Quran ayəsi Quran ayəsindən vurulmaz. Quran ayəsi, bu Quran ayəsini oxudum, yox, bu belə deyil, çünki o ayə bunun ziddidir, deyilməz. Quranda ikisi bir-birinə zidd ayə yoxdur. Bunu bilmiş olun. Bu barədəki mövzulara girməyin. Soruşsan, əgər ki, əziz qardaşım, gəl sən mənə Quranın bir hərfini oxu, bir Bismillahirrahmanirrahimi oxu. Haqqıyla oxumağı demirim, eləcə üzündən oxu. Burada Bismillahirrahmanirrahimdə sin hərfini göstər. Xəbəri yoxdur. Niyə? Çünki tərcümədən oxuyur. Amma Quranın ortasından Quranın ayəsini alır. Quran haqqında cədəl bu dəzdir, haramdır. Nə dedik? Allahın zatı haqqında, din haqqında və Quran haqqında
cədəl eləmək, mövzuya girmək haramdır, caiz deyildir. Bəs nədir caiz olan? Və nəşhədu ənəhu kələmu rabbul aləmin. Şahidlik eləyirik ki, Quran Allahın kəlamıdır, qutardır. Və nəzələ bihi ruhul əmin. Onu ruhul əmin gətirdi. Cəbrail əleyhissalam. Ruhul əmin Cəbrail əleyhissalamın digər bir adıdır. Onu ruhul əmin gətirdi. Fəaliməhu seyyidil mursəli. Əv əlləməhu. Fəalləməhu seyyidil mursəli. Gətirdi və mürsəllərin seyyidinə, Məhəmməd sallallahu aleyhi və səlləmə öyrətdi. Muhammedən sallallahu aleyhi və səlləm və huvə kəlamullah Teala la yusavihi şey min kəlamil məxluqi. Məhəmməd sallallahu aleyhi və səlləmə öyrətdi və Quran Allahın kəlamıdır, məxluqlardan heç birinin kəlamına bənzəməz. Burada bir insan kəlamı bilirik, başqa bir kəlam bilirikmi? Yox. Və niyə deyir məxluqlardan? Var əzdər. Cinnin də kəlamı var. Cinlər də danışar öz dillərində. Hətta Resulullah sallallahu aleyhi və səlləmin hədis-i şərifdə buyurur ki, kahinlər cinlərlə danışardılar. Bugünkü ekstrasenslər var, nə bilim, vergi verilənlər var, filanlar var, filanlar var. Bunlar cinlərlə danışan adamlardır. Və onlar deyir, o cinlər, şeytanlar gələr, deyir, onlara bəzi şeyləri danışardılar və toyuq qaqqıltısına bənzəyər səslə deyərdilər. Tam eşidə bilmir. Xüsusi olaraq belə eləyərdilər ki, tam eşidib anlaya bilməsin. Demək, cinlərin də kəlamı var. Ona görə də əzizlər sallallahu aleyhi ve səlləmin üzərinə nazil olan, Cəbrail əleyhissalamın öyrətdiyi, Allahdan nazil olan Quran heç bir məxluqun kəlamına bənzəməz. Deməsində fayda var. Bu yaxından 2 günün söhbətidir. Bir nəfər qardaş bir dənə balaca bir şey gətirib, səs gətirib, danışıq. Öz köhnə etiqadlarında, öz sapıq, batil etiqadlarında qeyri-müsəlmandır təbii. Deyir ki, Peyğəmbər əleyhissalatü vəssalam haqqında deyir ki, o deyir, onun yanına gələn deyir, cin idi. Cin idi. Və onun cin olması da bununla izah edir. Deyir ki, mələk gələndə salamatçılıqla gələr, əmniklə gələr, qorxutmaz. Orada da Qurandan ayə gətirir. Saxtakarlığı danışacağım sizə, diqqət edin. Qurandan ayə gətirir. Mələk Məryəm anamızın yanına gələndə dedi, salam sana. Salam dedi. Nə bilim, başqa misallar gətirir, salam dedi. Resulullah sallallahu aleyhi ve sellem yanına gələndə nə oldu? Resulullah qorxdu. Və Resulullahı sıxdı, qucaqladı, elə deyilmi? Bu qucaqlamanı saxtakarlığın birincisi. Qucaqlamanı boğmaq kimi izah edir. Resulullah hədis şərifdə damməni deyir. Dammə, yəni qucaqladı. Bu xanəqə deyir, boğdu. Saxtakarlığa baxdınız məzlər. İkinci, deyir ki, mələk gələndə bəşər qorxmaz. Məryəm əleyhissalam qorxmadı. Quran-ı Kərimdə Məryəm anamız demirmi? İnni əuzu bikə minə, mən səndən Allaha sığınıram. Demədim bunu. Hara qoydun bunu? Gizlədir, deməz. Və niyə qorxdu Məryəm anamız? Özdə deyirsən ki, qorxmaz. Sonra İbrahim əleyhissalama mələklər gələndə 2 mələk gəldi. Nə dedi? Onlardan qorxdu mələklərdən. Və avcəsə min xifə. Onlardan qorxu hiss elədi İbrahim əleyhissalam. Bələzdir. Saxtakarlığı görürsünüzmü? Bundan sonra da qayıdıb deyir ki, o deyir cindi. Cin idi, gəldi və Resulullah sallallahu aleyhi ve sellem Quranda deyir, müşriklərin dediyi sözdür, deyir ki, və hu məcnun, məcnun dedi, cinli dedilər Resulullah, haşa, haşa, estağfurullah. Eyni şeyi təkrar edirlər. Nədən istifadə edirlər? Müsəlmanlar oturub Quranı öyrənmir, Resulullahın sünnətini öyrənmir, həyatını öyrənmir axırı. Müsəlmanlar nə ilə məşğuldur? Dediyim kimi, müəyyən ayələr var və yaxud bir-birinə didişməklə məşğuldur. Quranı haqqından öyrənən, hədisi haqqından öyrənən, görə ki, orada deyilən nədir, bunun dediyi nədir, çəkə gözünü çıxar. Eləmir axırı müsəlman. Ondan sonra, filan kəs elə deyir, öz dinindən şübhəyə düşür. Öz dinini öyrənmir, öz dinindən şübhəyə düşür. Bələzdir. Ona görə də biz nə deyirik? Şahidlik edirik ki, Quran Allahın kəlamıdır. Cəbrail əleyhissalam gətirib, Məhəmməd sallallahu aleyhi və səlləmə öyrədib, Məhəmməd sallallahu aleyhi və səlləm də əshabına öyrənib. Əshabı da tabiinə bu günə qədər gəlib.
Amma bugün biz o əmanəti haqqından qəbul edirikmi? Yox. Əbədən, eləmirik. Necə? Cəbrail əleyhissalamdan Resulullah sallallahu əleyhi və səlləmin qulağı eşitdi. Düzdürmü? Resulullah sallallahu əleyhi və səlləmin ağzından səhabənin qulağı eşitdi. Səhabənin ağzından tabiinin qulağı eşitdi. Tabiinin ağzından tabiinin qulağı eşitdi. Tabiinin ağzından tabiin eşitdi. Tabiinin ağzından ondan sonra gələn nəsil eşitdi. Ondan sonra gələn nəslin ağzından ondan sonra gələn nəsil eşitdi. Ta ki bu əsrə səs yazısı meydana çıxandır. Bugün birisi gedir götürür qulağına taxır qulaqlığı. Ondan sonra qulağından səsindən şeyxdən Quran oxumaq öyrənir. Kasetdən Quran oxumaq öyrənir. Ondan da bədbaxtı, ondan da təhlükəlisi, ondan da zərərisi. Mən inkişafın, mən texnologiyanın əleyhinə olan adam deyiləm. Adətən İslamı bu yöndən vurarlar. Bax, Xodrana filan yerdə xoca onun əleyhinə danışıbdır. Belə şey olar mı? Texnologiyanı bəyənmir. Texnologiya yaxşı şeydir. Amma bir dənə qələm icad ediblər. Vallahi bizi sevdiklərindən icad eləməyiblər. Tutur oraya. Bismillahirrahmanirrahim. Qələm oxuyur. Qardaşım, qələm oxusun, sözümüz yox. İndi görün, mən oxuyanda o qələm mənim səhifimi düzəldə bilirmi? Bizə bacarmaz, olmaz. Allahın kəlamından bu cür qopardır. Qələmlə oxuyur, ondan sonra nə oldu? Bismillahirrahmanirrahim yerinə, Rahim yerinə Bismillahirrahmanirrahim deyəcək. Götdü, tamam, Quran olmadı. Allah korusun. Pozuldu. Buna görə əzizlər, texnologiya gözəldir, telefondan Quran asmaq gözəldir, nə bilim o qələmlə Quran oxumaq gözəldir. Bunun hamısı yaxşıdır. Amma birinci şərt, Quranı ağızdan alacaqsan. Quranı ağızdan alacaqsan. O da o ağızdan ki, onun qulağı da bir ağızdan alıb. Belə olarsa Quran Qurandır. Yoxsa mən Quran öyrəndim, Quran oxudum demə. وَلَا نَقُولُ بِخَلْقِهِ Quran məxluqdur, Quran yaradılmışdır demirik. وَلَا نُخَالِفُ جَمَاعَةُ الْمُسْلِمِينَ Çünki biz müsəlman cəmaata müxalif qalmaq istəmərik. Çünki müsəlmanların, cəmiyyətin, cümhurun çoğu, əksəriyyət sadəcə Allah korusun, Allah əff eləsin, Mötəzilə müsəlmanlardan bir qrup idilər. Onlar Qurana məxluq dedilər. O da fitnələri gəldi, soğuşdu, getdi. Quran Allahın kəlamıdır, məxluq deyildir. Sonra əzizlər, bir haşiyədə çıxacam. Əslində mən haşiyə çıxmıram, rəhməhullah özü haşiyə çıxır. İmam deyir ki, Ər-rəddu aləl-murciə. Mürciəyə cavab, mürciənin sözünü rədd eləmək. Əvvəllər də danışmışıq bu barədə, Fıkhul Əkbər oxuyanda dedik, bir mürciə tayfa var idi, tayfa peyda olmuşdu, ona mürciə dedilər. İrca'da dedi ki, işi axirətə həval eləmək, cəzanı sonraya buraxmaq və yaxud Allahın günahkar insana, yəni La iləhə illallah Muhammedə Rasulullah deyilsə, cəza yoxdur. Demək, bu onların etiqadı idi. Və Hənəfi alimlərinə günü bu gündə olan ən böyük haqsızlıq Əbu Hənifə başda olmaqla Əbu Yusuf və digərlərini mürciədən adlandırmaqdır. Bugün belə, filan irca fəqihlərindən idi. Fıqhda mürci idi. Nə bilim nə, ən müxtəlif iddiamlar sökürlər. Ondan sonra da, baxın əzlər, İmam Tahavi dəfələrlə vurğulayıram bunu, sələf alimidir. İmam Tahavinin yazmış olduğu bu əqidə risaləsi ümmət tərəfindən məqbul olmuş, qəbul görmüş, yəni sələf əqidəsi olaraq, təvilə getməyənlərdən olaraq məqbul görmüş bir risalədir. Risalənin başında nə oxuduq? Həzə mə yədinu fuqahəül millə Nu'man ibn Sabit ilə əxir. Bu, millətin fəqihləri Nu'man ibn Sabit, Əbu Hənifə, İmam Yusuf, İmam Məhəmmədin etiqadıdır. Bunların etiqadında nə oxuyuruq indəzlər? Rədd aləl-murciə. Mürciəni qəbul eləməmək, mürciəni rədd eləmək, mürciənin səhifini söyləmək. Ya qardaşım, nə təhər ola bilər bu? Adam etiqadında mürciənin əleyhinə söz deyir. Ondan sonra qatlə ilə ki, o mürciədəndir. Olurmu bu haqsızlıq? Olurmu bu ədalətsizlik? Olurmu bu zülüm? Bugün Hənəfi ülamasını ircada ittiham edirlər. Hənəfilər də bu durana yazır. Rədd aləl-irca. Görək nə deyirlər. وَلَا نَقُولُ لَا يَدُرُّ مَعَ الْإِيمَانِ ذَنْبٌ لِمَنْ عَمِلَهُ
Biz demərik ki, iman eləyəndən sonra işlənən günah insana zərər verməz. Biz bunu demirik. Əbu Hənifə bunu demir, Əbu Yusuf bunu demir, İmam Məhəmməd bunu demir. Onların məzhəbində, onların etiqadını bizə yazıb göndərən İmam Tahavi bunu demir. Biz demirik ki, günah eləyəndən sonra, iman eləmiş insana günah eləməsi günah zərər verməz. Bunu biz demirik. Nərcu lil-muhsininə minəl-mu'minin ən ya'fuva anhum. Biz rica eləyirik, istəyirik, arzu eləyirik, güman eləyirik ki, Allah subhanahu ta'ala yaxşıları istədiyinə o günahı bağışlayacaq. Və yudxiluhumul cənnətə bi rahmətihi. Və onları öz rəhmətinlə cənnətə göndərəcək, cənnətə daxil eləyəcək. Və lə nə'mən aleyhim. Allah. Əsas o bəhəl şahid budur əzizlər. Ən düyün söz budur. Və lə nə'mənu aleyhim. Və bunların haqqında da tam əmin arxeyin deyilik. Və lə nəşhədu ləhum bil cənnə. Onların cənnətlik olacaqlarına şahidlik eləmərik. Oldu mu? Biz deyirik ki, güman edirik, arzu edirik ki, Allah müminlərin günahkar olanlarının günahını bağışlayacaq. Amma əzab verməyəcək demirik. Ləbələ nu'min. Onların haqqında əmində deyilik. Allah götü də cəza verdi. Haqqıdır, adildir. İstəsə cəza verəcək. Deyirik bunu. İman eləyəndən sonra günah təsir eləməz. Öldü mü cənnətin ortasındadır demirik. Bunu mürciə deyir. Mürciə deyir ki, iman elədisə, günah təsir eləməz, gedər oturaq cənnətin ortasında. Bunu mürciə deyir. Biz demirik, qardaş. Biz bunu demiriksə, bizə nəyə lazım bu böhtan? Və nəstəğfirul məsiyyətihim. İşlədikləri günahlar üçün Allahdan onlara əfv məğfirət edir. Ya Rabbi, Allahü məğfirlil müminə vəl müminət. Allah müminlər və müminə qadınlara əfv ilə bağışla. Bunu istəyirik biz. Və nəxafu aleyhim və lə nuqannituhum. Onlar haqqında qorxuruq. Onlar haqqında qorxuruq. Nədən qorxuruq? Allah ədalətinlə müamilə elədimi, cəhənnəmdə cəzasını çəkməlidir adam. Qorxuruq. Özümüz haqqında da qorxuruq. Ki, Allah qorusun, Allah rəhmətinlə müamilə eləmədisə, cəhənnəmdə cəzamızı çəkəcək. Və lə nuqannituhum. Qorxmaqla yanaşı, tamam, işin qutardı, sən cəhənnəmliksən, yandın. Bunu da demirik. Bu da ümid kəsməkdir. Bunu da demərik. Allah bağışlayandır. Beynə həzə və həzə ərəb demiş. İkisi arasında nədir? Düz getməyə çalışırıq. Müsəlmanın halı bu dəzlər. O, indi belə müəyyən cihazlar olur, əqrəblə, sağa sola çırpınır. Mənfi müsbət arasında çırpınır. Müsəlmanın halı budur. Müsbətə yıxılsa problemdir. Mənfiyə yıxılsa problemdir. Ortada çırpınacaq belə. Müsəlmanın halı budur. Bəli, qorxu və ümid arasında. Vəl-əmnu vəl-iyəz yənquləni an millətil İslam və səbilil haqq beynəhumə li əhlil qiblə. Əminlik vəl-yəs yənquləni an millətil İslam. Əminlik və yəs. İslam millətindən nəql eləyər. Baxın, əzizlər, imamlarımızın ədəbinə, əxlabına baxın. İmamlarımızın söz seçərkən, söz deyərkən gözlədikləri yolun gözəlliyinə baxın. Kafir eləyər demir. Yənquləni an millətil İslam. İslam millətindən nəql eləyər, yana çıxardar. Kafir deməz. Niyə? Çünki kafir deməyin ağırlığını bilir. Yetənin qarşısına çıxanın kafir vermək damğasının nə bəla olduğunu bilir. Ona görə hökmən deyə bilər. Bir insan mən cənnətin ortasındayım deyib özündən əmin olarsa, təhlükəlidir. Və yaxud tamam, Allahın məni bağışlaması mümkün deyil, mənim günahlarım çoxdur filan, Allah məni bağışlamayacaq, mən cəhənnəmliyəm deyir. Bu da olmaz. Bu ikisini eləyərsə nədir? İslam millətindən nəql olunmuş olar, kənarlaşar. Bəs nədir? وَسَبِيلِ الْحَقِّ بَيْنَهُمَا لِأَهْلِ الْقِبْلَةِ. Haqq, doğru yol, bu ikisinin arasındakı qiblə əhlinin yoludur.
Yəni əzizlər, bir qrup deyir ki, qardaş, elə cənnət də buradadır, cəhənnəm də buradadır, keyfini çək. Hə, düzdürmü? Şimdi bunlar dünyada elə. O birisi də deyir ki, qardaş, bu dünya sana lazımdır, əlini üz, qapan axirət həyatına, tərki dünya ol, cənnəti qazan. Yoxdur mu, olmadı mı? Avropada keçmiş orta əsrlərdə cənnət bileti satırdılar keşişdə. Olan tarixi gerçəklərdir bunlar, əzizlər. Adam rahat biletini satır. Gəlir 5 manat, 10 manat pulu verir, cənnət bileti. Əminlik deyil mi özündən? Olmaz. Şeytan da yəsə düşür əzizlər. Şeytan Allahın onu bağışlayacağının ümidi kəsib. Ha, Allah məni bağışlamayacaq demək nədir? Şeytanın əsəri olmaq deməkdir. Bu ikisi bizə aiddir. Bizə aid olan nədir? Qorxu və ümid arasında orta yolu tutub getmək. Çünki qiblə əhlinin yolu budur. وَلَا يَخْرُجُ الْعَبْدُ مِنَ الْإِيمَانِ إِلَّا بِجُحُودِ مَا أَدْخَلَهُ فِيهِ. Çox önəmlidir. وَلَا يَخْرُجُ الْعَبْدُ مِنَ الْإِيمَانِ. Qul imandan çıxmır. İllə, sadəcə bir halda çıxa bilər. O da nədir? بِجُحُودِ مَا أَدْخَلَهُ فِيهِ. O qulu imana daxil eləyən şeyi inkar eləyəndə. Oldu mu? Bir qul, o qulu imana daxil eləyən şeyi inkar eləmədikcə dindən çıxmaz. İmandan çıxmaz. Bir qulu imana nə daxil eləyir əzizlər? Kəlmə-i şəhadətimiz və imanın şərtlərini saydıq. O bilirik, oxuyuruq, zaman deyirik, İslamın şərtlərini bilirik. Bunları cuhud, cəhd inkar eləmək, kökündən inkar eləmək deməkdəzdir. Bunları inkar eləmədikcə İslam imandan, millətdən çıxmaz. Çıxmır. Niyə? Dediyimiz kimi daxil eləyən çıxardacaq. Qapı kilitləndi, onu açır, kilitləyən açır. Ondan sonra dünyadakı açarların hamısını yığ, o zamokun, o qıfılın açarı, özünün açarı gəlmədikcə qapı açılmayacaq. Düzdürmü, düzdürmü? Sındırmaq başqa şey. İndi bir cədəlçilik elifdəcək sındırsam açılır, ondan danışmırıq. Amma qıfılı açmaq var, əzizlər, açmaq. Öz açar açacaq. İslama səni nə daxil edirsə, imana səni nə daxil edirsə, onları inkar eləmədikcə səni heç nə İslamdan, imandan çıxara bilməz. Ondan sonra bu imanın tərifini verir, rəhməhullah. El-iman huve ikrar bil lisan ve tasdik bil cənən. İman dillə təsdiq, dillə iqrar, əzalarla təsdiq eləməkdir. İman dillə iqrar, əzalarla təsdiq eləməkdir. Dilimizdə söylüyor, əşhədu ən la iləhə illallah və əşhədu enne Muhammedən Rasulullah. Və əzalarla bilcənən təsdiq eləmək nədir əzizlər? Bir adam dilinin dediyini təsdiq eləməsi üçün onu əməldə göstərməlidirmi? Göstərməlidir. Əməldə göstərəndən sonra bu dilinlə dediyini təsdiq eləmiş olur. Burada indi bir məsələ meydana çıxır əzizlər. O sonra inşallah qarşımıza çıxacaq və İmam Əbu Hənifə ilə İmam Tahavinin arasında zahirdə görünə biləcək fərqdir. İmam Əbu Hənifə nə dediyi imana? Əl-imən kimin yadındadır? Təsdiq bil lisən, iqrar bil qəlb. Qəlb ilə iqrar və təsdiq, qəlb ilə təsdiq, dillə iqrardır. İmam Maturidi biraz geniş götürür. Əzalarla təsdiq deyir. Dil ilə iqrar, əzalarla təsdiq deyir. Niyə? İxtilafı cəm eləmək üçün əzizlər. Çünki İmam Şafii, İmam Əhməd, İmam Şafii biz həyatını oxuyanda keçdik ki, əvvəlcə İmam Şafii məzəbində idi. Baxın əzizlər, Allah bunlara rəhm eləsin. Gör, nə gözəl bir yerə yığır. Qəlb əzadır, əza deyilmi? Əzadır. Əl əzanı əzadır. Bunun təsdiqi namazdır. Bunun təsdiqi də qəlbin öz işidir. Yəni, qəlbində təsdiq eləmək də qəlbin işidir. Demək, əzizlər,
Burada məsələ sadəcə söz ifadə fərqidir ortada. Ya istəyir əzalarla de, ya deyilən əzalardan birini de, qəlbinlə de. Ən əsasını de. Qəlb əsasdır. Qəlb təsdiq eləmədikcə namazı qılmır insan. Qəlb yönəltmədikcə, qəlb öyrətməyə vadar eləmədikcə insan namazı öyrənmir. İmam Əbu Hənifə baş əsası tutur. Deyir, qəlbin təsdiqi. İmam Tahavi hamısını zikr edir. Əzaların hamısını. Hamısının təsdiqi imandır. Və cəmi' mə səhhə an Rasulillah sallallahu aleyhi və səlləm minəş-şərዕ vəl-bəyan kulluhu haqqun. Resulullah sallallahu aleyhi və səlləmdən səhih olaraq gəlmiş şərዕ, yəni hökmlər, yəni neyəcəksə şəriət. Şəriət və Resulullahın verdiyi izahatların hamısı haqdır. Buna inandıq. Bir insanın qalxıb bu hansısa bir şeyi müzakirə eləməsi, hansısa bir şeyi mühakimə eləmək ixtiyarı yoxdur. Məsələ nə olur? Bəzən məndən sual soruşurlar. Deyir ki, İslam dini çox ədalətli dindir. Mən İslam dini bir şəfqət dini olaraq qəbul edirəm. Amma nətər olur İslam dini söz misalı oğurluq eləyənin əlini kəsmək hökm verir. Mən bunu qəbul bilmirəm. Demək, sən Resulullah sallallahu aleyhi ve sellemin gətirdiyini haqq saymadın. Buna dəllər ki, indi özünü düzəlt, yəni bu artıq səni təhlükəyə aparır. Və burada ona görə imam deyir ki, nədir? Şərዕ və bəyan. Resulullahın şəriətini və ona verdiyi izahları hamısı haqdır, həqiqətdir. Bizim onu müzakirə eləmək yox, mühakimə eləmək haqqımız yoxdur. Vəl-iman vahid. İman birdir, təkdir. Yəni bir küldür. İman vahid. Və əhluhu fi asluhu sivə. İmanın əslində iman əhli hamısı bir-birinə bərabərdir. وَالتَّفَادُلْ بَيْنَهُمْ بِالْخَشْيَةِ وَالتُّقَى وَالْمُخَالَفَةُ الْحَوَى وَمُلَازَمَةِ الْأَوْلَى. İnsanlar arasındakı üstünlük fərq nə iləndir? Bil-xəşyə, Allahdan qorxmaqlandır. Və tuqa, Allahın qəzəbindən özü qorumaqlandır. Vəl-muxalafətil hava, öz keyfinin istəyinə zidd olmaqlandır. Və mülazəmətil avlə, ən yaxşıya yönəlməkləndir. Qardaşım sağdan soruşur, artma, azalma deyə hər halda beynində bir sual var. İman artmaz, azalmaz dedik. Hardan deyirik, nədən deyirik? İman Tahavi buyurur. Vəl-iman kulluhum vəl-iman vahid və əhlu fil əsluhu siva. İman vahiddir, birdir, bütündür. Artmaz, azalmaz. Və bütün insanlar iman mövzusunda bərabərdirlər. Dəfələrlə izah eləmişəzdir, bu dəfə də izah eləməyə çalışacaq misalından. Hər halda əksəriyyətimiz rayona gəlmiş uşaqlarıq. Düşünün ki, birimiz hələ rayona gəlməmişik. Bakıya gəlməmişik, rayondayıq. Belə fərz edək. Birimiz də gəlib Bakıyı görürük, getmişik. Gedirik oraya. Deyir ki, Bakı adında bir şəhər var. O birisi deyir, Bakı adında şəhər var. Bakının mövcud olmasını təsdiq eləmək baxımından fərqimiz nədir? O da deyir, burada deyir var. Tələsmə, o aynəli yəqinə getməli. Yox, qardaş, yox, təsdiq eləmək baxımından. Fərqi nədir? Biri deyir, baxın, Bakının varlığına inanan var mı? İnanırlar mı? Etiraz edən var mı? Yox. Demək, iman artmaz, azalmaz. Artan, azalan nə olacaq? Artan, azalan əməl üzrə olan təfəkkür. Biri gəlib, başı görüb. Bunun, onun haqqında olan etiqadı, imanı tam qətidir. Bunun şübhəsi yoxdur artıq. Bu artıq tərəddüd eləmir. Gəlib, başı görüb, baxır. Amma o birisində ola bilər ki, şübhə olsun. Mümkündür ki, olsun. Yəqinlik deyirik bunu əzizləri, yəqinlik. Ola bilər ki, onun yəqinliyində şübhə olsun. Desin ki, birdən olar mı olar? Birdən Bakı zadı şəhər olmaz. Bu məni aldadar. Amma bu elə bir şeydir ki, burada şübhənin yeri hiss olunmazdır əzizlər.
Niyə? Qəlb təsdiq edir bunu. Yəni, iman özü artıb azalmır. İman artıb azalmır, yəqinlik artıb azalır. Keçən söhbətlərimizdə bunu qızılın çəkisi artıb azalmaz, qızılın əyarı artıb azalır, probu artıb azalır şəklində də izah eləmişdik. Sadəcə insanlar bir-birindən üstünlüyü iman baxımından deyil, Allahdan qorxması baxımından, öz nəfsini, həvasına zidd getməsi baxımından, bu baxımdan nədirlər? Üstündürlər. Ona görə təfavüt vardır. Ona görə heç kəs Əbu Bəkirin tayı ola bilməz. Ona görə heç kəs Həzrət Ömərin tayı ola bilməz. Ona görə heç kəs Həzrət Osmanın, Həzrət Əlinin, Zübeyir ibn Avvamın, Abdurrahman ibn Afun, nə bilim, o birisinin, Allah hamısına razı olsun, onlara tay ola bilmərik. Həzrət Əbu Bəkirə də Həzrət Ömər tay ola bilmərəzdir. Baxın, bax, sizə bircə söz deyəcəm, misal. Həzrət Ömər Allah'ın özü rəvat edir. Deyir ki, həmişə düşünürdüm, həmişə deyir, Həzrət Əbu Bəkir məni keçirdi. Düşündüm ki, bir dəfə də mən bunu keçməliyəm. Özümdə deyir, qərarı verdim, deyir, gəldim. Resulullah yardım yığır, yəni qəzavata əskər göndərəcək. Ya Resulallah, əmlakımın yarısını verdim qəzavata. Gözəl. Özümdən də deyir, biraz sevinirəm ki, elhamdülillah, mən bu dəfə Əbu Bəkir keçdim. Resulullah sallallahu aleyhi ve sellem də çövür, deyir, ya Əbu Bəkir, sən nə verdin Allah yolunda? Atam, anam sana fida olsun ya Resulullah, hamısını vermişim. Bax, hələ Həzrət Ömərin xəbəri yoxdur nə verdiyindən Əbu Bəkirin, yəni mən bunu demədim, qısa getmək istəyirəm. Həzrət Əbu Bəkir, Həzrət Ömər gəlir, Resulullah deyir ki, Resulullah, malımın yarısını verdim, oturub orada. Sonradan Həzrət Əbu Bəkir gəlir. Və Həzrət Əbu Bəkir gəlir, ya Əbu Bəkir, sən nə verdin? Həzrət Ömər sakit susub, Həzrət Əbu Bəkir xəbəri yoxdur nə verdim. Ya tam anam sana fida olsun ya Resulullah, hamısını verdim malımın mülkümü. Ondan sonra Həzrət Ömər deyir ki, bildim ki, mənə Əbu Bəkir keçmək yoxdur. Mən keçə bilməyəcəm. Niyə? Deyim sizə niyə əzizlər. Yəqinlik Həzrət Əbu Bəkir səviyyəsində çatmamışdı. Dəlilini göstərir sizə. Gəldi, ya Resulallah, atam anam sana fəda olsun. Hamıdan çox səni istəyirəm. Yer üzündə səndən sevimli bir insan yoxdur mənim. Amma özümü səndən heç cür çox az istəyən benim. Özümü səndən çox istəyirəm, ya Resulallah. Baxın, əzizlər, yəqinliyə hələ çata bilməyib Həzrət Ömər. Amma Həzrət Əbu Bəkir bir dəfə bunu dedi mi? Əbədən. Resulullah nə deyirsə, sadaqdə. Nə deyirsə, sadaqdə. Nə deyirsə, sadaqdə. Bir an geri qayıtmadı. Bir an tərəddüd eləmədi. Yəqinliyin səviyyəsi bu dəzdir. İndi kimsə gəlib deyə bilərmi ki, Həzrət Ömərin imanı az idi? Əbədən. İmana deyilməz. Əməldə, yəqinlikdə təfavüt vardır. وَالْمُؤْمِنُونَ كُلُّهُمْ أَوْلِيَاءُ الرَّحْمَانِ Müminlərin hamısı Rəhmanın övliyalarıdır. Müminlərin hamısı Rəhmanın övliyalarıdır. وَأَكْرَمُهُمْ اِنْدَ اللّٰهِ اَتْوَعُهُمْ وَاَتْبَعُهُمْ لِلْقُرْآنِ Müminlərin hamısı Allahın, Rəhmanın dostlarıdır, sevimliləridir əzlər. Amma bunların Allah nəzərində ən üstünü, ən hörmətlisi, bax, önəm verin, hamı nədir? Allahın dostudur. İman. Hamı Allahın dostudur. Çünki hamı iman edib. Amma Allaha ən yaxın olan, Allahın nəzərində ən hörmətlisi, Allahdan ən çox ətvaəhum. Allahdır, yəni Qur'ana daha çox təslim olanlar. Tav'an, yəni könüllü olaraq Qur'ana təslim olanlar. Və ətbə'uhum və bunu təslim olmaqla qalmadı. Həmçinin Qur'ana ən gözəl şəkildə əməl eləyənlər. Yəni Qur'anı ən gözəl izləyənlər. Allahın nəzərində ən hörmətlilərdir. Təsdiqlənmi Allah subhanahu wa ta'alanın qazandıq hörmətini yoxsa əməllənməzdir? Əməl. Təsdiqlən hamımız eynik, hamımız Allahın dostuyuq. Amma əməllə kimsə ən əkrəmli, ən hörmətlidir. Həzrət Əbu Bəkir başda dayanır. Bu əməl oldu. Əməl necə imandan sayıla bilər? Vəl-iman, ondan sonra İmam Rəhməhullah
bütün imanın bütün əsaslarını bir də təkrar edir. Huva el-iman billah və mələikətihi və kutubihi və rusulihi vəl yevmil axir vəl qədəri xeyri və şərrihi hulvuhu və murruhu minallah Teala. İman dediyin Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, qiyamət gününə qədərin, xeyrinin, şərrinin, şirinin, acısının Allahdan olduğuna inanmaqdır. Əbu Hənifənin Fıqh Əkbərində də bu qaydanı oxumuşduq, yadınızdadırsa. Başqa bir şey var mı ortada? Eyni. İkisi də bir-birinin eyni söylüyor. Bu da imandır. Və ondan sonra buyurur. وَنَحْنُ مُؤْمِنُونَ بِذَٰلِكَ كُلِّهِ Biz bunların hamısına, bunun altısına da inanırıq. وَلَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ Peyğəmbərləri arasında da birini o birisindən fərqləndirmirik. Hamısı Allahın peyğəmbəridir, hamısının gətirdiyi haqdır. Və nusaddiquhum kullahum ala ma ca'u bihi. Hamısının gətirdiyini də təsdiq edirik. Musa əleyhissalamın gətirdiyi şəriətdə təsdiq edirik. İsa əleyhissalamın da, Nuh əleyhissalamın da, İbrahim əleyhissalamın da, Davud əleyhissalamın da hamısının Allahdan gətirdiyi xəbərlərini təsdiq edirik, əzizlər. Burada inşallah söhbətimizi saxlayaq. Allah sağ saxlayarsa, gerdə qalanını da gələn dərsimizdə davam eləyərik. Subhana rabbika rabbil izzati amma yasifun və salamun aləl mursalin velhamdülillah rabbil alamin. Lillahi Teala'l-Fatiha.